fəqirlərə köməklik etmək əladır, yaxşıdır, filandır. Amma bir də o fəqirliyi aradan aparmaq. Əsas məsələ budur. Əmirül-Müminin əleyhissalam buyurur ki, əgər fəqirlik bir insan olsa, onun boynunu vuraram. Fəqirlərə kömək etmək bu proqramda olmalıdır. Amma yaxşı, fəqirliyi aradan aparmaq üçün hansı proqramın var sənin? Bir məsələn, iş qurasan, bir insanlara iş verəsən, çörək verəsən, bunun nə qədər fəziləti var, nə qədər üstünlüyü var. Bəli, birinə köməkli elə filan fəqirə artıq qalan malından fəqirə kömək, o da əladır. Amma bir də var ki, elə ki, hamı öz haqqına çatsın. Elə bir şərait yarat ki, hamı öz haqqına çatsın. Hamının əli öz cibində olsun. Belə olanda, bəli, kin-küdrətlər azalır, ixtilaflar azalır, mehribançılıqlar çoxalır. Və İslam bunun tərəfdarıdır. Möminlər bir-biri ilə qardaşdır, mənası budur. Gərək o qardaşlığı qurasan, qardaşlığı qoruyasan.